Bugünkü mövzumuz müalicəvi PRP haqqındadır. PRP prosedurunun biz kosmetologiyada daha geniş istifadə edirik, amma bu prosedur yalnız görünüş üçün deyil də müalicəvi məqsədlərdə istifadə olunur. PRP plazmanın ən önəmli faydalarından biri isə quruluq problemimizin müalicəsində istifadə olunmasıdır. Müalicəvi PRP proseduru hansı hallarda istifadə olunur? O pasientlərə istifadə olunur ki, pasientlərin klimaks öncəsi quruluq problemləri vardır və biz bu proseduru istifadə edərək genital bölgədə baş vermiş quruluğu aradan qaldırmış oluruq. Pasientlər ilk seansdan artıq faydasını görürlər. İkinci ən böyük faydası isə endometriumu nazik olan pasientlərdə endometriumun qısa müddətdə qalınlaşmasında bizə kömək etməsidir. Üçüncü isə yumurtalıqlarda folikulun gec yetişməsini gördüyümüz pasientlərdə biz PRP plazmanı yumurtalıqlara vuraraq dominant folikulun keyfiyyətli və qısa müddətdə yetişməsinə nail olmamızdır. Bu prosedur süni mayalanma öncəsi pasientlərin hazırlığında geniş istifadə olunur. Endometrium qatının qalınlaşması və yumurtalıqlardakı dominant folikulun yetişməsində PRP-nin çox önəmli rolu var və bu prosedur sayəsində pasientlər sonsuzluq probleminin önəmli bir hissəsini həll etmiş olurlar. Əziz xanımlar, PRP proseduru yalnız kosmetoloji prosedur deyil, sonsuzluğun müalicəsində quruluq problemlərinizin qısa müddətdə həll olunmasında istifadə olunan ən önəmli prosedurlardan biridir.